Değerli dostlar, xoş gördük. Bu gün çox təcili formada görünən bütün əşyaları ilə birlikdə geniş, 3 otaqlı, şəxsi bir ev satılır. Bugünkü gündə bazar qiymətindən ucuz satılmağına səbəb ev sahibi həftələrlə, aylarla gözləmək fikrində olmadığı üçündür. Məqsəd bu yaxın günlərdə satmaqdır. Ona görə də qiymət tənzimlənib və satışa çıxarılır. Gəlin ilk başda evlə tanış olaq, bilək söhbət nədən gedir. Qarşıda bu gördüyümüz əsas giriş qapısıdır. Əsas qapıdan evə daxil olduq. Bizi dəhliz sahəsi qarşılayır. Geniş bir dəhliz sahəsi var. Qoşadaşdır, kürsülüdür. Bunları öncədən qeyd edirəm ki, hər dəfə bizi bu sualları ünvanlayırsınız. Bütün otaqlar dəhliz vasitəsilə bölünür. Gəlin başlayaq, vaxt itirmədən bir otaqlarla tanış olmağa. Solda evin mətbəx sahəsidir. Yerləşmə yeri çox əla bir yerdir. Hündürdür, quru bir ərazidir. Avpark yaşayış kompleksinə çox yaxın bir məsafədə yerləşir. Soldan davam eləyirik. Demək, solda sanitar qovşaq, qaz, su, işıq, bütün kommunallar yerləşdiyi yerdə fasiləsiz. Mərkəzi kanalizasiya sisteminə qoşulub. Soldan davam eləyək, yataq otaqları ilə tanış olaq. Dəyərli dostlar, bizim bütün sosial şəbəkə kanallarımızda satışa təklif etdiyimiz evlərin şərh bölümü daima açıqdır. Mənfi və ya müsbət fərq etmir. Öz fikirlərinizi, düşüncələrinizi qeyd edin. Bu bizim üçün çox vacib bir amildir. Əgər əmlak sahəsində səviyyəli xidmət görmək istəyirsənsə, öz irad və təkliflərini bildir. Burada yataq otağıdır, geniş bir yataq otağı, sonuncu yataq otağı. 2 yataq otağı, qonaq otağı, mətbəx və sanitar qovşaqdan ibarətdir. Burada isə qonaq otağıdır. Elə ilk başda bu otaqdan çəkilişə başladıq. Gəlin həyəti ilə də tanış olaq, videonu yekunlaşdıraq. Bugünkü gündə qiymət əşyalı formada 57.500 manat, əşyasız formada isə 55.500 manat. Gəlin həyəti də tanış olaq, videonu yekunlaşdıraq. Xırdalan şəhərində Avpark yaşayış kompleksinə çox yaxın bir məsafədə qeyd etdim. Əşyalı formada 57.500 manat, əşyasız formada isə 55.500 manat, dəyərli dostlar. Xırdalan şəhər Avpark yaşayış kompleksinə çox yaxın bir məsafə. Ev bundan ibarətdir. Ətraflı məlumat üçün yuxarıda qeyd olunan nömrə ilə əlaqə saxlayın. Sağ olun, salamat qalın.